Gürcüstanın Marneoli'dən olan müsəlman icmasının dini rəhbərləri bütün Gürcüstanın Katolikos Patriarxı 2. İlyanın dəfn olunduğu Sioni kilsəsini ziyarət ediblər. Onlar burada Katolikos Patriarx 2. İlyanın məzarı üstünə əklil qoyub dualar ediblər. Müsəlman icmasının dini liderlərini burada Patriarxın vəliəhdi, Mitropolit Şio Muciri qəbul edib. Görüş zamanı Patriarx 2. İlyanın vəfatı ilə əlaqədar olaraq Mitropolit Şio Muciriyə və Gürcü xristiyan icmasına baş sağlığı veriblər və bu itkidən dərin kədər hissi keçirdiklərini bildiriblər. Öz növbəsində Şio Muciri müsəlman icmasının ziyarətləri və bildirdikləri təsəlli sözlərinə görə təşəkkürünü ifadə edib. Buradakı görüşdən sonra Aktualca xəbər portalına danışan Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andrea Cağmaidze göstərilən həmrəyliyə görə təşəkkürünü bildirib. Bu xeyirxahlığın və insani münasibətlərin bütün digər dəyərlərdən üstün olduğunun bariz nümunəsidir. Patriarxın özü də digər dinlərin nümayəndələrinə qarşı hər zaman məhz bu cür yanaşmış, onlara qarşı daim sevgi və ata-oğul münasibəti bəsləmişdir. Müsəlman əhalisinin bu ağır dönəmdə nümayiş etdirdiyi həmrəylik və dəstəyə görə çox şadıq və onlara dərin minnətdarlığımızı bildiririk. Gürcüstan Azərbaycanlılarının həm Novruz, həm də Ramazan bayramı şənliklərini Patriarx 2. İlyanın vəfatı ilə əlaqədar ləğv etməsini də yüksək qiymətləndirən Andrea Cağmaidze bu addımı qardaşlıq nümunəsi adlandırıb və bunun unudulmamalı olduğunu vurğulayıb. Biz bu addımı çox yüksək qiymətləndiririk. Bu qardaşlıq münasibətidir və bunun qədrini bilmək lazımdır. Yaxşı olar ki, bunu heç birimiz unutmayaq və bu qardaşlıq əlaqələrini uzun müddət qoruyub saxlayaq. Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəqi Əsədov müsəlman icması adından baş sağlığı vermək üçün Sioni kilsəsində olduqlarını bildirib. 2. İlya cənablarının vəfatı münasibəti ilə biz Sioni kilsəsinə gəldik. Gürcüstan müsəlmanları icma adından öz baş sağlığımızı kilsənin rəhbərini icra edən Şio cənablarına baş sağlığı bildirdik. Arada olan dostluq, qardaşlıq münasibətlərindən danışdıq. Həmçinin də vurğuladıq ki, biz ümidvarıq ki, bizim bu dostluq, qardaşlıqlarımız da indən sonra davam edəcək. Bir daha biz Gürcüstanın bütövlüyü, ərazi bütövlüyünün birliyi üçün dua eləmək yığılaq, kədər üçün yox. Ona görə də o da dedi lazımdır ki, biz birlikdə yığılaq, bizim kilsədə, patriarxiyada bu duanı eləyək. Biz də böyük məmnuniyyətlə razılığımızı bildik. Onu da vurğuladıq ki, biz müsəlmanlar olaraq dini bayramımız Ramazan və milli bayramımız Novruzu İlya cənablarının xətrinə dayandırdıq ehtiram olaraq. Marneoli mərkəzi İmam Əli məscidinin axundu Hacı Hacıyev isə Patriarxın vəfatının ölkə üçün ağır və təəssüf doğuran bir hal olduğunu qeyd edib. Biz bugün Gürcüstanın Patriarxı 2. İlya cənablarının vəfatı münasibətindən baş sağlığına gəlmişik. Bu xristiyan aləmi üçün və ölkəmiz üçün çox acı və təəssüf verici bir hadisədir. Və biz bugün gəldik Gürcü xalqına və xristiyan dünyasına öz baş sağlığımızı verək. İnşallah Allahdan İlya cənablarına rəhmət diləyirik və ümid edirik ki, İlya cənablarının yerinə gələn həzrətlər də bu dostluğu, bu sülhü və qardaşlığı daha gözəl şəkildə inkişaf elətdirəcək. Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Hacı Fariz Rəcəbov Patriarx 2. İlyanın vəfatı bütün xristiyan aləmi və Qafqaz üçün böyük itkidir deyib. Sülhsevər kimi bir şəxsiyyət idi İlya həzrətləri. O cəhətdən həm Gürcüstan üçün, həm Qafqaz üçün, həm xristiyan aləmi üçün böyük bir itki baş verib və Gürcüstanda da 7 günlük matəm elan olunub və biz də gəldik Gürcü xalqının yanında olaq və bu matəm günlərini onlarla birlikdə yaşadığımızı ifadə eləyək. Qızıl Hacılı İmam Həsən məscidinin axundu Fuad İsayev isə burada Gürcü xristiyan icmasına həmrəylik göstərmək olduğunu ifadə edib. Bu günlərdə bura gəlməyimiz, Gürcüstan xalqının, xristiyan icmasının kədərinə şərik olmağımız bunun bir əyani sübutudur. Bir daha baş sağlığı veririk. İmam Hüseyn məscidinin axundu Kamil Muradov Patriarx 2. İlyanın böyük və daima sülhün uğrunda çalışdığını ifadə edib.
Bu böyük şəxs sülhün, bərabərliyin nümunəsi idi, birləşdirən bir şəxs idi. Allah inşallah ruhlarını şad eləsin.